Xoş gördük, hörmətli izləyicilər. Bugünkü video dərsimizdə biz isə Səfəvi İmperiyası, Səfəvi İmperiyasının tərkibində Azərbaycanın inzibati idarə sistemini diqqətə çatdırmağa çalışacağıq. Deməli, bugünkü videomuzda bizim əsas məqsədimiz xəritə üzərində istər Azərbaycan ərazilərinin bölündüyü bəylər mərkəzlərini, istərsə Səfəvi dövlətinin paytaxt şəhərlərini və yaxud da önəmli ərazilərinin xəritədə müəyyən edilməsinin yollarını, yəni necə asanlıqla müəyyən edilə bilər, məhz onu diqqətə çatdırmağa çalışacağıq. Deməli, gördüyünüz kimi Səfəvi İmperiyasının ərazisidir və Səfəvi İmperiyası tərkibində bütöv Azərbaycan torpaqlarıdır. Səfəvi dövləti Azərbaycan tarixində bir sıra yeniliklər yadda qalmışdır. Teokratik qanunlara idarə olunmuşdur, yəni dini qanunlarla İslam dini Şiə təriqətinə mənsub olan qanunlara idarə olunmuşdur. İkinci növbədə vahid mərkəzləşmiş dövlət olmuşdur. Üçüncü növbədə isə ilk dəfə məhz Tüyül torpaqlarını paylamışdır. Səfəvi dövləti zaman baxımından 1501-ci ildə Şah 1. İsmail tərəfindən, yəni Təbrizə daxil olaraq yaradılmış, 1736-cı ildə gördüyünüz Kür və Arazın qovuşduğu Muğan qurultayında Nadir Şah Əfşar tərəfindən süquta uğradılmış və ya varlığına son qoyulmuşdur. Səfəvi dövlətinin 3 siyasi mərkəzi olmuşdur. Təbriz, Qəzvin və İsfahan şəhərləri. Təbriz zaman baxımından 1501-1555-ci illər, yəni 16-cı əsrin birinci yarısına və ya ortalarına qədər mərkəzi, yəni Səfəvilərin paytaxtı olmuşdur. Şah 1. Təhmasibin 1524-76-cı il hakimiyyət dövründə Osmanlı sərhədlərə yaxın olduğu üçün və yaxud da tez-tez Osmanlılara yürüşlə məruz qaldığı üçün növbəti şəhərə, yəni Qəzvinə, Osmanlı sərhədindən uzaqda olan Qəzvin şəhərinə 1555-ci ildə köçürmüşdür. Qəzvin şəhəri isə 1555-dən 1598-ə qədər məhz Səfəvi dövləti paytaxtı olmuşdur. 1598-ci ildə Şah 1. Abbasın inzibat tədbirlərindən biri olaraq paytaxt Qəzvindən İsfahana köçürülmüşdür. Səbəb də siyasi çəkişmələrdən, yəni paytaxtı uzağa köçürmək və aparmaqdan ibarət olmuşdur. Təbrizin müəyyən edilməsinin asan yolu ondan ibarətdir ki, gördüyünüz Urmiya gölüdür. Urmiya gölünün nisbətən mərkəzindən şərqə doğru, yəni xətt çəkdikdə məhz və yaxud da qarşısında olan şəhər Təbriz şəhəridir. Qəzvinə gəldikdə isə Qəzvin gördüyünüz Xəzər dənizinin cənubunda Rəşd şəhərindən cənubda bu çıxıntının aşağı hissəsində məhz Qəzvin şəhəri yerləşir. İsfahan isə Xəzər dənizi ilə məhz İran körfəzinin orta hissəsində təxminən, yəni Səfəvi dövlətinin mərkəzində yerləşən bir şəhərdir. Bu gördüyünüz ərazi isə Hörmüzdür. 1510-cu ildən 1622-ci ilə qədər məhz Portuqalların işğal altında olmuş. Bu isə Xorasandır. 1510-cu ildə Mərv döyüşündə Səfəvi dövlətinə birləşdirilmiş ərazi. Sonra Şeybanilərlə bu ərazi uğrunda çoxlu mübarizə aparılacaqdır. Gördüyünüz bu isə Azərbaycan torpaqlarıdır. Azərbaycan torpaqları Səfəvilər dövründə inzibat edən bəylərbəyliyə, yəni ümumi halda bunlar vilayət mənasını verən bəylərbəyliyə bölünmüşdür. Bəylər idarə edirdilər. Onların əsas vəzifəsi vergi toplamaq, topladığı vergi hesabına qoşun saxlamaq, verginin müəssisəsində xəzinə göndərməkdən ibarət idi ki, onlar müharibə zamanı şahın çağırışında ordu ilə onun xidmətində olmalı idilər. Səfəvi dövlətində ilk öncə 2 bəylərbəyliyi var idi. Cənubi Azərbaycan torpaqlarından ibarət mərkəzi Təbriz olan Təbriz bəylərbəyliyi və Kür və Araz çayı arasında olan mərkəzi Gəncə olan Qarabağ bəylərbəyliyidir. Bu Şah 1. İsmailin dövründə yaradılmışdır. 1538-ci ildə Şah 1. Təhmasib Şirvanşahlar dövlətinin varlığına son qoyandan sonra mərkəzi Şamaxı olan məhz Şirvan bəylərbəyliyini yaratdı ki, 1551-ci ildə də Şəki hakiminin varlığına son qoyaraq məhz Şirvan bəylərbəyliyinin ərazisini tamamlamış oldu. 17-ci əsrdə isə Azərbaycan ərazisində növbəti bir bəylərbəylik, mərkəzi İrəvan şəhəri olan 4-cü bəylərbəylik yarandı ki, məxsusən onun ərazisinə İrəvan, Naxçıvan və Maku əraziləri daxil idi. Deməli, bu bəylərbəylik ərazisi gördüyünüz kimi məhz Təbriz, Cənubi Azərbaycandan ibarət idi. Mərkəzi Təbriz idi, elə Təbrizdə adlanırdı.
Qarabağa gəldikdə Kür və Araz çayı arasındakı əraziləri əhatə edirdi. Şərqdə Suqovuşan, qərbdə isə Göyçə gölünə qədər olan ərazilər məhz bu Bəylərbəyin tərkibinə daxil idi. Mərkəzi Gəncə şəhəri idi. Gəncəni də biz əvvəlki videolarımızda qeyd etmişik ki, asan təyin etməyin yolu Göyçə gölünün şimalına şərqə xətt çəkdikdə gördüyünüz Kür çayının əyilməsinin düz altında məhz Gəncə şəhəri yerləşir. Üçüncü Bəylərbəyinin mərkəzi məhz Şamaxıdır. Şamaxı da Bakının şimal-qərbində məhz yerləşən bir şəhərdir. İrəvana gəldikdə isə İrəvanla Göyçə gölünün cənubundan qərbə doğru xətt çəkdikdə və yaxud da istiqamət aldıqda məhz İrəvan şəhərini biz təyin edə bilirik. Növbəti xəritə dərslərimizin izahı isə əsasən Avropanın 17-20-ci əsrin əvvəllərində baş verən dəyişikliklər və aparıcı dövlətlərin ərazilərini diqqətcə çatdırmağa çalışacağıq. Siz də kanalımıza abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın.